وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah biz deməli Səhih Buxari kitabın oxumağa başlayırıq və keçən məclislərimizdə 2 dərsimiz oldu. Həm Səhih Buxaridən, ümumiyyətlə kitabın özündən qısa məlumat və həmçinin Buxaridən, rahimehullahdan qısa məlumat. Və Buxari rahimehullah deməli bildi ki, hicrətin neçənci ilində doğulub? 194. Və vəfatı da 256. 256, yəni 62 yaşında. 62 yaşında dünyası dəyişib, rahimehullah. Bu nə deməkdir? 194. Yəni, əgər fikirləşsək, 10 ildə hicrətdən çıxsaq, 194-dən 10 çıxanda 184. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemlə Buxarinin doğuluş arasında 184 il var idi. 184 də arada 2 nəfər ola bilər. 2 ya 3. Hələ mən 100 yaşlılardan danışmıram da. Normal. 60 neçə yaşdan. Və Buxari rahimehullah ona görə sahabələri görməsə də, tabiinləri görməsə də, lakin tabiinləri görənləri görüb. Rahimehullah. Və kitabında da, məsələn, görsənir, ən az olan sənəd yəni kim kimdən eşidib, kim kimdən eşidib, kim kimdən eşidib, sonra Peyğəmbər sallallahu aleyhi ve sellem sözü, ən az olan sənəd 3 nəfərdir. 3 nəfər. Və dedi ki, rahimehullah, birinci uşaqlıqda kör idi, gözləri tutulmuşdu. Sonra anası İbrahim aleyhissalamı görür yuxuda, deyir ki, Allah balığın gözlərinin nurunu qaytardı. Oyanan anası da dua elirdi daima. Dua elirdi. Oyanır görür ki, uşaq görməyə başladı. Onu göstərir ki, valideynin uşağa duası qəbuldur. Həmçinin o faydalardan az ki, biz oxuduq, görürük ananın uşağa təsiri. Çünki atası da hədis alimi idi, böyük alimlərdən biri idi atası, İmam Buxarinin. Lakin atası uşaqkən bu dünyasını dəyişmişdi. Miras qoymuşdu, yaxşı. Miras qoymuşdu. Hətta o pul ona çox kömək oldu, yəni səbəb oldu. Ticarət özü məşğul olmurdu, verirdi həmişə müdaribə kimi, kimdənsə iş görürdü, ondan gəlirdi, o cür yaşayırdı. Amma özü isə heç vaxt ticarət eləməyib. Hətta heç nə almayıb. Çörək almaq, heç nə eləmirdi. Birdən deyirdi ki, gedib nəsə ucuz alaram, onun haqqına girərəm. İstəmirəm, heç kəsə haqqına girim. Adam tutmuşdu bir nəfər, o gedib hər şeyi alırdı ona. Yəni, insan insani cəhətdən görür, necə insan idi. Həmçinin görsənir ki, yəni hərdən biz fikirləşirik ki, bizə bir şey olsa, uşaqlara nə olacaq? Allah subhanətə alə ananın bətnində artıq o hər şey yazıb. Nə olacaq? O uşaq yaranmamışdan da qabaq qədərində yazılıb hər şey. Ana bətnində isə əsas 4 şey yazılır. Fikir ver, yəni atası dünyasını dəyişdi, lakin gör Allah subhanətə alə necə elədi, böyük alim oldu o. Böyük alim. Həm də uşaqları, oğlan uşağı yox idi ki, fikirləşsin ki, mənim nəslimi davam eləsin. Qızları var idi. Lakin oğlu olmaya heç ehtiyac yox idi ki, nəsil davam eləsin, bilinsin ki, bu nəsil var. Adı qalıb indiyəcən. Adı qalıb indiyəcən. Yəni, nəyin səbəbinə? Elmin. Nəyin səbəbinə? İxlasın. Nəyin səbəbinə? Elmə xidmətin. İnsanı necə Allah Taala ucaldır. İndiyəcən də. Sonra dedi, ananın böyük xidməti olub. Hətta biz Fəthül Bari'də İbn Həcərin də yetim olub. O da, lakin böyük alimdir İbn Həcər, rahimehullah. Və ən gözəl şərh eləyən Buxarinin hədisləri İbn Həcərdir. Baxmayaraq, Buxarinin neçə şərhi var. Lakin İbn Həcər niyə üçün üstünlük verir? İbn Həcər heç də olmayıb, yəni. Ona görə Şovkani rahimehullah Sənaniyə, Yəmənniyə deyəndə ki,
Bəs sən də kitab yazırsan. Bəlkə bir dənə Buxari şərh eləyəsən hədislərin. O da dönüb deyir ki, la hicrətə ba'dəl fəthi. Yəni bu hədisi Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, yəni fəthdən sonra, Məkkənin fəthindən sonra daha hicrət məsələsi bitdi. Yəni Məkkədən Mədinəyə köçmək. O mənada. Bu bir hədisdir. Bu hədisi gətirir nə üçün? La hicrətə ba'dəl fəth. Bu da Fəthül Bari daxı İbn Həcərin. Kitabının adı Fəthül Baridir. Yəni işarə edir ki, o hədisi gətirir ki, la hicrə, yəni Fəthül Baridən sonra nə yazaq heç də? Yəni heç də şərhə ehtiyac yoxdur. O mənada. Deyir ki, la hicrətə ba'dəl fəth. Yəni Şovkani deyir ki, İbn Həcər heç də qoymayıb, biz hər şey şərh eləyib. Şərhi çox genişdir. Çox genişdir. Rahiməhullah. Sonra, məsələn, keçən məsələlərdən həmçinin biz dedik ki, alimləri, müəllimləri çox olub. Özdə bir yerdə deyir ki, 1000 dənə şeyxim olub. 1000. Yəni, bir dənə bu onu göstərir ki, bir dənə nə kifayətlənmirdi. Gedirdi Bəsrəyə, gedirdi Kufəyə, gedirdi Bağdada, gedirdi Yəmənə, gedirdi Şama, gedirdi Məkkəyə, Mədinəyə. Hər yanda olub. Səfər edirdi və hər ildə həcc edirdi. Çünki imkanı var idi Buxarinin, Rahimullahın. Hər ildə həcc edirdi. İmkanı çatdan ümumət edirdi. Ona baxmayaraq çatdırdı. Və biz dedik ki, qardaşlar, ən birinci kitabın haçan yazdı, neçə yaşında? Qardaşlar, yox, soruşacağım. 18 əhsən. Ən birinci kitabın Tarixul Kəbir. Tarixul Kəbir 18 yaşında yazdı. O kitab nədən bəhs eləyir? Cərh tədildən. Cərh tədil. Yəni, şəxslərin hökmləri. Hətta ona dedilər ki, İmam Buxariyə, və o vaxtda müməyyilər olub da, dedilər ki, sən qeybət eləyirsən. Çünki gətirir şəxsi, deyir onun barədə nələr olub, nələr, nə deyib, kimlər nə deyib. Deyir, sən qeybətlə məşğulsan. İndi də biz rastlaşırıq bu şeylə. Müməyyələrlə, onlar deyirlər ki, biz qeybət eləyirik. Yəni, onlar hizblər barədə, xavariclər barədə danışmağı qeybətdən sayırlar. Gətirirlər, cəmaatı alladırlar. Yəni, elə bir ki, bunlar o birisi üzləri həddadilərdir. Həddadilər cüzü məsələ olsa da adamı bidətçi görürlər. Bidətçi görürlər. Bunlar isə böyük məsələlər olsa heç də demirlər. Lal ördək məsəbi. Əhl-i sünnə sələflər qalıb ortada. Biz demirik. Bəli, elə məsələlər olub ki, sələf alimlərindən səhv eləyiblər. Allahın sifətləri barədə və hansı bir məsələ barədə. Təbii ki, onlar barədə biz susuruq. Yəni, demirik, sadəcə bəyənliyik ki, filan məsələdə xətadır. Hətta İbn Həcərin özü, Nəvavinin özü, bu saat çıxıblar müəyyən dəstələr, həddadilər. Onlar deyir ki, İbn Həcərlə Nəvavi bidətçidir. Və bu kitabları yandırmaq lazımdır. Təsəllə Səhih Buxarinin şərhi. Təsəllə bu kitabı yansa, gör nə qədər elm gedər. Bu insan o vaxt işləyib bunun üstündə. Ona görə biz o vaxtı olan şeylər, təsəllə İmam Buxari 18 yaşında Tarixul Kəbir yazanda cərh tədilindəndir. Dedilər ki, qeybət eləyirsən. Biz bugün rastlaşırıq buna. Sonra keçən mövzulardan yenə, çünki təkrarlayıram ki, yadda qalsın yaxşı. Deməli, necə ki dedik ki, mindən bəlkə də çox şeyx olub, həmçinin səfərləri də çox olub şeyxin, İmam Buxarinin. Səfərləri də çox olub. Yəni, hamısı bilsən, təbii ki, o gəzinti səfərləri yox, elmi səfərləri idi hamısı. Sənədləri yoxlamaq üçün şəxsləri gedib özü yoxlayırdı. Göndərmirdi kimisə. Və ya soruşurdu filankəyə, yazdı, qutardı, əli deyildi. Gedib özü baxırdı, özü yoxlayırdı, təkrarlayırdı. Ona görə ən güclü, ən səhih hədisləri İmam Buxari cəmlib. Neçə 100.000 hədisdən seçib? 600. 600.000 səhih hədisdən seçib, yazıb bura. Təxminən az, çox
təkrarsız 2500 az və çox hədisdir, təkrarsız. Təkrarla təxminən 7000-nə qədərsə. Yaxşı, Səhih Buxari neçə ilə cəm eləyib, qardaşlar? Səhih Buxari neçə ilə cəm eləyib? Qardaş bilir, sadəcə tanıdı. Səhih Buxari neçə ilə cəm elədi, bitirdi? O da hədisi yığdı. Biz keçmişdik axı, 16 ilə. 16 il. Qardaş, özü şey elədi ki, dərs olmamışam. Mən bağışlayın, oğlum məktəbə gedəndə İngilis dilinin müəllimə dedi ki, başa saldı, şərh eləmədi, balaca uşaqlar deyə. Dedi ki, böyük qardaşımız öyrədər evdə. Sonra ovrisi gün gələndə dərsə, müəllimi elə oldu ki, soruşdu ondan. Dedi ki, qalx, danış İngilis dilində bu keçən dərsi. Dedi ki, müəlliməm, mənim böyük qardaşım yoxdur. Elə cavab verdi. Dedi, hərəsi bir şey axtarır. Yaxşı və söz var idi sax. 16 ilə cəm eləyib. Səhiyyi 16 ilə cəm eləyib. Yəni, vaxt ya, qardaşlar. Yəni, elə belə də şey deyil. Yaxşı. İndi keçək artıq, yəni, demək olar ki, biz təkrar elədik. İndi dərs əsnasında da faydalar deyiləcək, inşallah. Deməli, kitab başlayır, Kitab Bəd'ül Vəhi. Uzun olmalı, hə? Kitab Bəd'ül Vəhi, vəhlin başlanğıcı. Təsəllə, yəni hər şey necə başladı Peyğəmbərlikdən? Münasibdir. Məsələn, necə fəqihlər başlamadı ki, Kitab-ı Sala və ya Kitab-ı Vudu. Aydındır, Kitab-ı Qusul. Yox, Kitab Bəd'ül Vəhi. Vəhi başlanğıcı. Və burada Şeyx Rahiməhullah özü də danışır ki, vəhyin başlanğıcı. Və sonra indi qabaqda da həmçinin deyəcək ki, vəh necə gəlirdi? Vəh necə gəlirdi? Deməli, fikir versəz, Şeyx deyir, Rahiməhullah, Bəd'ül Vəhi, Kitab Bəd'ül Vəhi. Bismillahirrahmanirrahim. Kitab Bəd'ül Vəhi, qalə Şeyx Əl-İmam Əl-Hafid, Əbu Abdullah Muhammed İbn İsmail, İbn İbrahim, İbn Muğeyrə, Əl-Buxari, Rahiməhullahu Teala, Amin. Bəb keyfə kənə bəd'ül vəhi ilə Rasulillahi sallallahu aleyhi ve sellem. Necə başladı vəhyin gəlməyi Peyğəmbərimizə sallallahu aleyhi ve sellemə. Və burada birinci ayəni qeyd edilir. Və qavlillahi cəllə zikruh İnnə əvxəynə iləykə kəmə əvxəynə ilə Nuhin və nəbiyyinə min ba'di. Deməli, və nəbiyyinə min ba'di. Fikir versəniz, qardaşlar, şeyx müqəddimə başlamayıb. İnnəlhamdülillah, nəhməduhu və nəstəinu və ya əlhamdülillahi rabbil alemin və salatu və salamu. Müqəddimə başlamayıb. Ümumiyyətlə, əvvəlki alimlər müqəddimə demirdi, qısa. Birbaşa başlayırdılar. Fikir, Bismillahirrahmanirrahim, vəhyin başlanğıcı. Vəhyin başlanğıcı. Vəssalam. Həmçinin də, indi qabaqda indi gələcək. Görün, Buxari, yəni demək, gətirdi Allah ayəsini, bir də sonra hədislər gəlir, vəssalam. Yəni, başlanğıc ayə hədisdir. Başlanğıc ayə hədisdir. Gör nə deyir? Bu ayəni gətirdi. Allah subhanətlə buyurur, İnnə əvxeynə iləykə. Biz sənə vəhy etdik, kəmə əvxeynə ilə Nuh. Necə ki, Nuh'a vəhy etmişdik. Və nəbiyyinə min ba'di. Və Nuhdan sonra olan peyğəmbərlərə. Fikir ver. Lakin burada, yəni, sənə gələn vəhy, səndən öncəkilərə gələn vəhdəndir. Sən də onların qismindəsən. Amma Adəm qeyd olunmuyor. Ne üçün Nuh qeyd olundu? Çünki Nuhla Adəmin arasında şirk yox idi. Mesela Adəm birinci idi, qövmi ətrafı idi, şirk yox idi. Şirk haçan başladı? Nuhdan. Ona görə həm də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Nuh oxşayırdı. Necə öz qövminə gəldi, necə qövmi onu yalancı sayırdı, inanmırdılar ona. Aydındır. Oxşayırdı Peyğəmbər sallallahu aleyhi ve sellem gəlişi Nuh'a. Nuh necə, Nuh'un qövminə gəldi, həmçinin də sən də öz qövminə gəldin belə.
Nuhu ona görə qeyd edir. Nuh da ən birinci hələ qövmü ilə rastlaşan Peyğəmbərdir, Rəsuldur. Yaxşı. Deməli, sonra şeyx buyurur, rahiməhullah, deməli, hədisə başlayır birinci hədis. Birinci hədisə belə müqəddimə eləyək. Deməli, həddəsənə Hümeyd, Abdullah ibn Zübeyr, həddəsənə Sufyan, qalə həddəsənə, bu kişilər də sənəddə. Sənəd budur. Sənəd mətinə yoldur. Peyğəmbər sallallahu aleyhi sözünə. Həddəsənə Yahya ibn Sa'id Əl-Ənsari, qalə əxbarəni Muhammed ibn İbrahim Ət-Teymi ənəhu səmiə Əl-Qəmə ibn Vaqqas Əl-Leysi yəqulu səmi'tu Umar ibn Xattab radiyallahu anhu aləl-minbər. Burada incəliklər var da. Hətta fikir versən, ən birinci gətirib niyyətə aid olan hədisi. Əməllər niyyətə bağlıdır. İnəməl əmələ bir niyyət. Fikir versən. Yəni, göstərir ki, niyyətin. Yəni, bunu mən cəm eləyirəm, bunu mən işləyirəm, bunun üstə Allah rızası üçün. Yəni, niyyət xalis niyyətlə. Çünki ağır iş idi. Peyğəmbər sallallahu aleyhi ve sellem, yəni hədislərin yığmaq heç də asan iş deyildi. Lakin mən bir dənə sual verim də sizə. Suallar olacaq ha. Ona görə qətlən qulaq alsın və imkan olsa dərsə təzdən, zapsıdan qulaq alsın. Qeydlər aparın özünüz üçün. Səhih Buxarini nə səbəb oldu? Başladı İmam Buxari cəm eləməyə hədisləri. Nə səbəb oldu? Yaxşı, yox, yaxşı bir. Sonra müəllimi İshaq ibn Rahəvi böyük alimlərdəndir. Müəllimi deyir, oturmuşduq məclisdə, keçən də oxudum, oturmuşduq məclisdə. Şeyxi, Buxarinin şeyxi İshaq ibn Rahəvi dedi ki, əgər biriniz cəm eləsəydiniz yalnız səhih hədisləri, çünki ondan qabaq hədis kitabları var idi, yoxsa yox? Var idi. İmam Malik ondan qabaqdır. Qardaşlar, İmam Malik, Muvatta risaləsi, hədislərdir. Cəm eləyib İmam Malik. Lakin, İmam Malik orada şərt qoymayıb da, ancaq səhih cəm eləyəcək. Zəif də var orada, çoxdur. Ona görə İshaq ibn Rahəvi dedi ki, rahiməhullah, tələbələri oturmuşdu, dedi, bir dənə ayrıca bir əsər yığın Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərindən səhihləri qeyd edin orada. Deyir, onda qəlbimə düşdü. Bu birinci səbəb. İkinci səbəb də yuxu gördüm. Özü görüb yuxu, gördüm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem üstünə milçək və s. nəsə qonursa, mən də ondan uzaqlaşdırıram onu. Gəldim, deyir, yuxu barədə bilənləri yana. Dedim ki, belə yuxu gördüm. Dedilər ki, sən Peyğəmbər sallallahu aleyhi ve sellem yalanı uzaqlaşdıracaqsan. Qardaşlar, bu səbəbdir. Buxarinin cəm eləməkdə hədisləri yalanı uzaqlaşdıracaqsan. Yaxşı. Deməli, ona görə diqqətli olun, birdən soruşacağım. Deməli, lakin burada incəliklər var, qardaşlar. Mən sadəcə çox varmaq istəmirəm. Çünki elə mövzular var ki, ümumi kütlə üçün deyil. Yəni, başa düşmək çətin olacaq onları. Lakin mən demək istəyirəm, birinci başlayır Hümeydi. Hümeydi, fikir versən, sənəddə də Hümeydi. Hümeydi Məkkəlidir. Vəhdə Hasan harada başlayıb? Məkkədə. Yəni, ravilər hətta sənəddə. Sənəd elə hədisi götürüb ki, hətta ravilər də uyğun gəlir. Hər şeyə fikir verib, İmam Buxari. Elə belə hasanlıqla deyil. Və hətta niyyət barədə də hədis. Sənəddə Məkkəlilər var. Sonra Sufyan yəni İbn Uyeynə. Məkki. Sonra tabiinlər var. Və bu hədis də nə maraqlıdır, qardaşlar? Hədisə aid olan incəliklərdən hədis qəribdir. Yəni, düzdür, çox varmaq istəmirəm. Biraz istəmirəm, sizə elə çətin gəlsin. Qərib hədis nədir?
Arkadaşlar, hədis elmində var mutavatir hədislər, çox yolla gələn. Var əhəd hədislər, az yolla gələn, sənədlə. Əhəd hədislər özü üç qismdir. Ondan var məşhur, əziz, qərib. Məşhur üç yolla gələn, əziz 2, qərib 1. Bir yolla gələn. Bidət əhli bəziləri, məsələn, əşarilər və s. maturidlər və s. onlar deyirlər ki, əqidədə əhəd hədislər dəlil deyil. Yəni, onlar deyirlər ki, əqidədə sən gətirdiyin hədisdən ancaq mutavatir olmalıdır. Biz isə deyirik, yox, fərqi nədir? Mutavatir və ya əhəd. Əsas hədisdə nədir? Onun səhi olması. Səhidirsə və salam hüccətdir, dəlildir. Yaxşı, qaydaq indi hədisə. Burada deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Umar ibn Xattab bunu xutbədə deyir. Və ona görə xutbətul həcə o innəlhamdülillah, nəhməduhu və nəstəinuhu o xutbətul həcə də onun adı. Xutbə deyəndə başlanğıc. Elə bir ki, bu hədisdən onu əvəz eləyib. Yəni, Umar ibn Xattabın minbərdəki sözünü deyir. İncəliklərə baxın, qardaşlar. Alimdir ya. Deməli, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem eşitdim. Ömər deyir. Yəqul, innəməl əməlu bin niyyət. Əməllər niyyətə bağlıdır. Və innəmə likulli imri'in mə nəvə. Yəni, kim neynəsə, niyyəti nədir, onu edəcək. Fəmən kənət hicratuhu ilə dünya yusibuha, əv ilə imra'atin yankihuha, fəhicratuhu ilə mə həcərə iləyh. Yəni, kimin niyyəti dünyadırsa və ya hansısa bir qadınla evlənməkdirsə, o niyyəti onda hasıl olacaq. Vəssalam. Yəni, əməllər niyyətə bağlıdır. Əməllər niyyətə bağlıdır. Bu hədisi İmam Buxari bir neçə yerdə təkrarlayacaq. Amma təkrarlar fərqli olacaq. Çünki həmən hədis başqa sənədlə biraz artıq sözlər də var mətndə. İmam Buxari, rahimullah, ona görə, məsələn, bir hədisi ola bilər neçə yerdə təkrarlayıb, ancaq bir yerin qeyd ediləcək, bütün hədisi qeyd eləməyəcək. Və ya neçə yollarla gəlib, buradan bunu qeyd elədi. O birisi başqa yolla gələn, yəni başqa ləfslə gələni qeyd ediləcək. Aydındır? Bu da yəni faydalardandır səhihdə və yəni göstərir ki, niyyətin mühümliyi və ümumiyyətlə hicrət məsələsi. Hicrət bilirsiniz ki, ərəbcə tərk deməkdir, tərk. Yəni sən, şəri mənada isə sən bir yeri tərk edib gedirsən o birisi yerə. Ona görə hicrət ona deyirlər. Yəni xulasa hicrət darul küfürdən darul İslama köçməyi deyirlər. İndi köçürləri xavariclər, məsələn, buradan Albaniyaya. Deyirlər hicrət etmişsə, o quşların hicrətidir. Quş hicrəti. Aydındır, hicrətdə quşlar da xeyli hicrət. Amma əslində hicrət şəri hicrət. Küfür diyarından, müsəlman diyarına köçməkdir. Yəni kafirlərin arasından, müsəlmanların arasına köçməkdir. Aydındır və göstərir ki, niyyət yəni qəsd. Yeri qəlbdir niyyətin, dil yox. Bəzi adamlar deyir ki, mən niyyət eləyirəm, qibləyə dönmüş halda imamla zöhr namazın 4 rükət qılıram Allah rızası üçün. Arıcı namaz qutarda kişi. Az qalır ayın tarixini küçədin. İbn Qeym deyir ki, axmaqlıqdır bunu demək, dillə. Elə bir ki, deyir, qaşığı gətirirsən, yeməmişdən qabaq ağzıya yaxınlaşdığında yanırsan. Deyirsən, mən doğu içirəm. Sonra və ya su içsən, stəkandan gətirdin, ağzıya yaxınlaşdığında yanırsan. Deyirsən, mən su içirəm. Aydındır, sən su içirsən. Niyyətin yeri haradır? Qəlb. Niyyət nədir? Bilmək. Bildin ki, məsələn, sən namaza qalxırsan, deyil, cəmaat düzülüb, sən də namaza hazırlaşır. Sən bilirsən ki, nə qılacaqsan? Bilirsən, əlbəttə, bilirsən ki, zöhrü qılacaqsan, bilirsən ki, o zöhr 4 rükətdir, bilirsən ki, qibləyə tərəfdə aydındır, bilirsən ki, cəmaat namazı. Niyyət lazım deyil. Hətta qəlbində demək, mən belə, qəlbində də demək lazım deyil. Bilmək, niyyət bilmək deyil. Qardaşlar, deməli, inşallah gələn
dərsimizdə ola bilər bu hədisə aid bəzi faydaları qeyd edici qıssa çox olmasın, uzanmasın, yoxsa biz bir 20 il burada qalacaq. Hə, inşallah çalışarıq, inşallah Allah ömür versin, 4-5 ilə qutaraq. Hə, deməli, gələn dərsi inşallah ikinci hədisi götürərik, inşallah görüşərik. Allah İmam Buxariyə rəhmət eləsin, Allah bizə işi faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.